Azərbaycan Texnologiya Universiteti İnnovasiya Mərkəzi təqdim edir. Gündəlik həyatımızda istifadə etdiyimiz bir çox qida məhsulu aylarla, hətta illərlə xarab olmadan saxlanıla bilir. Bunun arxasında isə konservasiya texnologiyası dayanır. Konservasiya texnologiyası qidaların uzun müddət təhlükəsiz və keyfiyyətini qoruyaraq saxlanılmasını təmin edən istehsal prosesidir. Bu prosesdə ilk olaraq meyvə, tərəvəz, ət və ya digər qida məhsulları seçilir, yuyulur və emala hazırlanır. Daha sonra məhsullar xüsusi istilik emalından keçirilir. Bu mərhələ pasteurizasiya və ya sterilizasiya adlanır. Pasteurizasiya sözü bu üsulu inkişaf etdirən fransız alim Louis Pasteur'un soyadından götürülmüşdü. İstilik emalı qidaların tərkibində olan zərərli mikroorqanizmləri məhv edir və xarab olma prosesini ləngidir. Emaldan sonra məhsullar steril şəraitdə şüşə bankalara və ya metal qablara doldurulur. Qabların içərisindəki hava mümkün qədər çıxarılır və onlar hermetik şəkildə bağlanır. Hermetik bağlama, xarici hava, bakteriya və digər çirkləndiricilərin məhsula daxil olmasının qarşısını alır. Son mərhələdə konservlər keyfiyyət yoxlamasından keçir və qablaşdırılaraq satışa göndərilir. Müasir konservasiya texnologiyaları sayəsində mövsümi məhsullardan ilin istənilən vaxtında istifadə etmək mümkün olur. Bu texnologiya həm qida təhlükəsizliyini artırır, həm də məhsul itkisinin azalmasına kömək edir. Beləliklə, konservasiya texnologiyası qidaların daha uzun müddət təzə və istifadəyə yararlı qalmasını təmin edən mühüm mühəndislik nailiyyətlərindən biridir.